Biz burada her taraftan nişan alınmışız. Belki ağ yaylı kaldırar bizi bıraksınlar. Onlar ne bilir ağbayrak nedir? Elə bilərlər teslim olmağa gelmişik. Aşırım, dayan ha, atlar herifti. Hey, düşün attan! Ay uşaq, kimsən? Biz Kərbalayının qonaqlarıyıq, onun yanına gedirik. Ne konağı? Belə vaxtda qonaq gələrlər. Dayan he! Resul, deyəsən bu Abbasqulu beydir. Abbasqulu bey? Kərbalayı qonaqpərəst adamdır. Ancaq indi qonaq kabul edemir. Hədə! Qonağa xoş gəlmsən deyərlər. Qonaq Allah'ındır. Allah'a da kurban olun, qonağına da. Ancaq bir vaxt gelmişsiniz bey. Kərbalaya deyin ki, Abbasqulu bəy Şadrinsko'nun yanına gəlir. Qədəmlə qurban bey. Hədə gördün? Neçə nəfərsiz bey? 3 nəfərik. Ay elə kimsən? Sifətini də görə bilmirəm. Səməndərəm bey. Sənin yadında qalmaz, Kərbalayının evində sənə çox qulluq eləmişəm. İndi ki məni tanıyırsan, onda Kərbalaya xəbər ver. Qaş Qarabağlara kişi gəlib canımızı qurtarmağa. Bu saat bey! Ha, Qonağın gəlib Kərbəlay. qonaq? Bəli, Ne qonaq? Abbasqulu bəy. Abbasqulu bəy? Hə? Dəstə getirib? Yox, 3 nəfərdilər. Hardadılar? Qaraqayada. Keşik çəkdiyimiz mağaranın yanında. Düş qabağıma görüm. Adətən, sel gələndə əvvəl kör çöp gətirər. İri qol budaqlı kötüyü selin gür yeri axıdar. İndi tərsin olub. Kötüyü qabağa veriblər. Görəsən, onları bu işə vadar eləyən nədir? Bəlkə demək istəyirlər ki, hələ yüngülümüz Abbasqulu beydir. Sonrası lap ağır gələcək. Bəlkə mənə hörmət eləyirlər. Onu bu işə qoşan kimsə çox tədbirli adamdır. Bilir ki, Abbasqulu beylə haqqı salamım var. Mən ona toxunmaram. O küçüğün kulağını kestim. Küçüğünə də hansı küçüğün? Rasulun, Kərbəlayı, belə lazımdır. Başqalarına dərs olar. Qəmlo, axı sən bu adamları bizdən döndürəcəksən. Sana deməmişəm ki, belə işi məndən izinsiz eləmə. Kərbəlayı, valla sən onları tanımırsan. Balaca boş bıraxsan, başımıza çıxarlar. Biz ona o cür iş tapşırmışıq. Demişik yolu qoru, atıp çıxıb gəlib. Yaxşı, bəlkə Səməndəri öldürüb, əskərləri içəri bıraxıblar. Söz güləşdirmə. Yaxşı, Abbasqulu bey gəlir. Nə tədbir görək? Kərbəlayı, icazə ver işində başına həkim. Hökumət adamı görəndə əllərim kişir Kərbəlayı. Kəs! Heç bilirsən nə danışırsan? Başına at tədib nədir? Abbasqulu bey, sənin üçün naxırçı iman deyil. Abbasqulu bəyə çoxdur, inanmı Kərbəlayı? Hökumət adamı deyib, bolşevikdir, komünistlərin sağ əlidir. Elə bilirsən bizə ürəyi yanır, onun üçün durub bura gəlib? Ay hay, xeyr! İndi o, gördüyün Abbasqulu bəy deyil. Bax, bu Qurana and olsun Kərbəlayı, bizim sirrimizi öyrənmək üçün gəlib. Ondan ne düşün gözlemiyorlar? Kim olur olsun, dost ya düşmən, biz gerek öz ləyaqətimizi itirməyək.